Çevrənin uzunluğunun onun daxilinə çəkilmiş düzgün altıbucaqlının perimetrinə olan nisbətini tapın. Hər hansı bir çevrə çəkək və onun daxilində əgər düzgün altıbucaqlı varsa, məsəl üçün təxmini belə bir şey. 1, 2, 3, 4, 5, 6. Düzgün altıbucaqlının böyük diametri 2A-ya bərabərdir. Yəni tərəflər əgər A-dırsa. Bu 2A-da baxırıq ki, elə çevrənin özünün diametridir. Yəni çevrənin diametri olur. Çünki düzgün altıbucaqlı olduğu üçün bütün tərəflər bərabərdir. 2R-ə bərabərdir. A bizə də deyir ki, çevrənin uzunluğunu. Çevrənin uzunluğu C bərabərdir 2πr. Və 2R də elə 2A-ya bərabər olduğu üçün bu da olacaq 2A vur pi. Və altıbucaqlının da perimetri P bərabərdir. P altıbucaqlı üçün yazarıq 6 vurulsun A. Deməli, C-ni böləcəyik perimetrə. 2A pi bölünsün 6A. İxtisarlarımızı aparsaq 6 ilə də 2 gedir, 3 qalır. Pi bölünsün 3 qalır. Yəni, nisbət olur pi bölü 3.